Hərdən bizə deyirlər, nə qədər Əli oxuyursunuz, şeir deyirsiniz, Əli dilinizdən düşmür. Sırf elə başa düşülür ki, bu emosiyadan qaynaqlanır. Bir emosional bir vəziyyət kimi qiymətləndirilir. Amma yox, bugün vaxt gəlib ki, insanlar ağılla bu nəticəyə gəlsin ki, Əli bu nəticəyə gəlsin. Əlinin fəziləti, üstünlüyü, lazımlılığı rasional yollarla, əqli dəlillərlə qəbul edilsin. Düşüncə və təfəkkürlə bu nəticəyə gəlsin. İmamət olmasa, vilayət olmasa, yaxşılıqlar yaxşılığında qalır, icrası mümkün olmur. Bir şey də icra olunmadısa, mənası nədir onun haqqında danışmağın və vaxt itirməyin. Danış, kef eləyək. Din bunun üçün deyil ki, gəlib yığışaq danışsın, biz də kef eləyək. Deyək, bu gün əla danışdı. Din bunun üçün deyil. Bunu həyata keçirmək lazım. Yoxdursa din yoxdur.